Allah kabul etsin. Allah ölenlerimize rahmet eylesin. Sizin hər birinizi salamlayırıq. Bütün rayonumuzun bütün rəhbərliyi adından, rayon cəmaatı adından, rayonumuzun bütün o döyüşçüləri adından salamlayırıq. Xüsusilə bizim şəhid valideynlər iştirak edir. Hər birinizi salamlayırıq. Gələn əhvallar olsun. Bilirsiniz ki, bu günlər bizim 44 günlük vətən müharibəsində şəhid olan bizim şəhidlərimizin anım günləri qeyd edirik, anım günləri var. Babək qardaşımız olsun, istər digər şəhidlərimiz olsun. Bunlar hamısı bizim üçün qəhrəmandılar, igiddirlər, nə bilim, o qədər təriflər var ki, onlar üçün deməyə. Yəni, sabaha kimi söz deyərik, tutarmaz. Allah cəmsinə rəhmət eləsin, bəlkə kimi Allah hər biriniz tanıyırsınız. Allah şəhidlərimizə rəhmət eləsin. Yəni, onların qəhrəmanlığı hesabına, döyüşçülərimizin, qazilərimizin canı qanı bahasına biz o böyük zəfərə nail olduq. Çox şükürlər olsun. Buna görə biz ən əvvəl Allahımıza şükür eləməliyik. Ondan sonra da Cənab Ali Başkomandan başda olmaqla bütün Azərbaycanın o müzəffər ordusuna minnətdarıq, xalq olaraq minnətdarıq. Təbii ki, başda şəhidlərimiz olmalıdır. Yəni, yenə bayaq dedim, o qədər danışmaq olar ki, bunlar haqqında. Yəni, mən özüm də Qarabağ döyüşçüsü kimi o vaxtki çətinlikləri də görmüşük. Ondan sonraki dövrləri də, sonra mülki həyatda bu insanların arasında 20-28 il tamam oldu ki, mən bu təşkilata rəhbərlik edirəm və əlimizdən gələni eləmişik ki, gələcək nəsillər vətənpərvər ruhda tərbiyə olunsun. Yəni, məktəblərin də burada iştirakı çox vacibdir, bütün belə tədbirlərdə. Çox hörmətli tədbir iştirakçıları, hər bir salamlayıram. Başda şəhid valideynləri, analar, atalar olmaqla, gələn qonaqlar, məktəblər, hər bir salamlayıram. Sentyabr ayı gələndə vətənimizin bu igid qəhrəman oğlanının il dönümlərdir. Həm bizim dərdimiz təzələrin, həm də ki, sevindirici haldır. Ona görə ki, bu oğullar, bu qəhrəman oğullar, onların bir də Babək balamızı onun bugün cənnətdəki 5-ci il dönümüdür. Allah ruhunu şad etsin. Allah onun geydə qalan şükür balasını qurursun. Anasını Allah rəhmət etsin, onun timsalında bütün şəhidlərimizin günündən keçən valideynlərinə rəhmət etsin. Oktay qardaş, Allah ömür versin, yoldaşına Allah ömür versin ki, bu gülbalalar böyüsün. Nətər ki, Babək balamız canından keçib vətən uğrunda. Onun heç olmasa 7 qram balaları da böyüsün, xoşbəxt yaşasın. Onların bu torpaqda xoşbəxt yaşamağa haqqı var. Haqqı da var, hüququ da var. Çünki onların atası bu gülbalaları atasız qoyub, vətənin torpağı seçdi. Bu balaların bu torpaq üstü gəzməyə, yaşamağa haqqı var. Hər birimizin də, hər bir Azərbaycan vətəndaşının, namusu, qeyrəti olan hər bir Azərbaycan vətəndaşının öz evinin namusunu çəkən bu Babək kimi oğullarımız millətimizin, Azərbaycan xalqının namusu uğrunda, azadlığı uğrunda, torpaqların suverenliyi uğrunda, din uğrunda, mescidlərimiz uğrunda canından keçdi. Gül balalarla bizlərə əmanət qoydu, getdi. Biz də Allah bizə nə qədər ömür verib, biz də beləncəsinə şəhidlərimizi gəlirik, yad edirik, gedirik. Ona görə də bu məktəblər elə bizə qalan məktəblərdir. Allah bu qardaş can sağlıq izin səbəbini versin ki, o gül balaları böyüdəsən. Onsuz da bizim özümüzdən başqa özümüzə aranlarına deyənlər. Allah hər birimizə səbir versin. İndi bu sözdən demiş, səbrimiz bizim diqqət və qayğıdır. Mən yenə deyirəm, şəhid ailəsinin səbri ona istəyir dövlət tərəfindən, istəyir cəmaət tərəfindən, hər bir sahədə onlara göstərilən qayğı, hörmət, diqqətdir. Onda ürəyində təsəlli olur ki, bəli, mənim balam boş yerə canından keçir. Yəni, o şəhidlərimiz o vaxt belə gül balalarını atasız qoydular ki, gələcəkdə sizin kimi balalar xoşbəxt yaşasınlar. Yəni, bunu bilmək lazımdır və ona görə də buna və başqa məsələlərə görə bizim alnımızı açıq edən, bizim üzümüzü ağardan, qələbəmizi təmin edən bütün bu şəhidlərimizi heç vaxt qardaşıma, onun özü də qazidir, birinci Qarabağ döyüşçüsüdür.
30 illik dostumdur. Bilal qardaş buyur. Mən də hamını şöbədə salamlayıram. Birinci salam Babək qardaşım olsun. Mən inanıram ki, o bizi eşidir. Ruhu şaddır. Burada məktəb heyəti, yəni müəllimi tanıyıram. İkinci səfərdir mən bu kənddə oluram. Burada olan qardaşlarımızın övladları 2020-ci ildə şəhid oldu. Mən bunlara sonra qoşulmuşam. Mən sizi gördüm, yəni. Məktəbə və burada iştirak edən bütün məktəblərə öz təşəkkürümü Ata, ürəyimi çəkməsən dağı, bu dilim söylər sənin üçün ağı. Bilirəm Allahdan sənə böyük hədiyyə. Elimiz yazılıb, edilib cənnətin ən gözəl bağı. Gələn cəmaata öz minnətdarlığımı bildirirəm. Allah köməklər olsun. Əskərbəli kəndindən zəhmət çəkib gəliblər. Bu bacılar zəhmət çəkib Səliyanın altından gəliblər. Kətdən gəlir. Cəmi şəhid atalarına minnətdarlığımı bildirirəm. Bunlarla bahəm, hamısı ilə bahəm. Əvvəla bilirsiniz, nə bileyim, bu şəhidlər haqqında danışmaq çox çətin şeydir. Ata üçün çətindir, ana üçün çətindir, bacı üçün, qardaş üçün çətindir. Ancaq bu xalq bilməlidir ki, bu xalq bir oy bilməlidir ki, biz yerlə yeskan olardı o burada, yerlə yeskan. Bax, o mənfur, Allah onların bəlasını versin, o erməninin altında tap-tap olardı. 2010-cu ildə bizə su gəldi, hamı bir pencəhin götdü, qaçdı, Sabrabada getdik, sığındıq, 3 ay, 4 ay biz o şitildə qaldıq, orada burada sığındıq. Allah'a şükür ki, gəlmişsiniz, Allah ömrünüzü hamımızın uzun eləsin. Gələn ayaqlarınız var olsun. Allah millətimizə, xalqımıza, cəmaatımıza, gündən sonra müharibə dağı acısı görkəz olsun. Amin. Allah Teala o prezidentimizi də var eləsin. O qoruqlayanlar da, xalqımızı qoruqlayan, hal-hazırda bizi qoruqlayan uşaqlar var. Onları qoruqlasın, əskər zabitlərimizi qoruqlasın. Çox sağ olun, mən sizdən çox razıyam. Mən heç kimdən şikayətçi deyirəm. Hər kəs ki bu şəhidin qədrini bilir, Allah onların qədrini bilsin. Hər kəs ki onların qədrini bilmir, nanəcimdir. Allah onları nə deyimsə, nə lazımdır Allah o eləsin onlar.